Xırdalan dairəsində, Xırdalan şəhərinin tam girişində 87 kvadrat metrdən ibarət qanuni 2 otaqlı, super təmirli, şəxsi istifadə üçün təmir olunmuş belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin dəhliz hissəsində. Görürsüz, belə bir gözəl geniş dəhlizi var. Burada əsas giriş qapısıdır. Bu hissədə yerləşir mənzilimizin sanuzeli, bütün aksesuarlarla təchiz olunub. Qeyd etdiyim kimi, mənzilimiz şəxsi istifadə üçün çox keyfiyyətli materiallarla səliqəli şəkildə təmir olunub. İlk olaraq sağdan başlayaq. Bu hissədə yerləşir mənzilimizin yataq otağı. 87 kvadrat metrdən ibarətdir. Bina 16 mərtəbəlidir. Mənzilimiz yerləşir 3-cü mərtəbədə. Bina tam yaşayışlıdır, sənəd kupçadır, dəyərli izləyicilər. Görürsünüz, belə bir gözəl, geniş yataq otağı var. Ev sahibi bu hissədə müəyyən bağlantı ilə bağlamaqla bu otağı 2 otaq kimi, yəni bu hissəni detski, digər hissəni isə böyüklər üçün nəzərdə tutulmuş yataq otağı kimi istifadə etmək məqsədi ilə edib bu şəkildə. Xırdalan şəhərinin girişində, Xırdalan dairəsinə tam yaxın ərazidə 87 kvadrat metrdən ibarət 16 mərtəbəli binanın 3-cü mərtəbəsində. Binada 2 ədəd sürətli lift işlək vəziyyətdədir. Bina tam yaşayışlıdır və sənəd kupçadır. Metlaq olan hissələr hər biri isti döşəmədir. Bu hissədə yerləşir bizim gözəl mətbəx mebelimiz. Təbii ki, evdə qalacaq mətbəx mebeli, kombi radiatorlar, digər əşyalar danışıq əsasında saxlamaq mümkündür. Bu hissədə yerləşir bizim eyvanımız və kombimiz quraşdırılıb bu ərazidə. Çox gözəl, səliqəli, şəxsi istifadə üçün təmir olunmuş belə bir mənzil təqdim edirəm sizlərə. Xırdalan dairəsinə tam yaxın bir ərazidə, şəhərə buradan gediş-gəliş bildiyimiz kimi çox rahatdır. Dəyərli izləyicilər, sonda isə sizə təqdim edirəm mənzilimizin qonaq otağını. Bu hissədə yerləşir qonaq otağımız. Yerləşir mənzilimizin çox səliqəli, gözəl qonaq otağı. Görürsünüz, geniş ölçüdə divar kağızları, bahalı divar kağızları, bütün istifadə olunan materiallar çox keyfiyyətli materiallar. Dəyərli izləyicilərim, 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Bu və ya digər elanlarımızla tanış olursunuz və sizin də satışda əmlakınız varsa buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.